Hər kəsə salam. Ramazan bayramınız mübarək olsun. Bayram süfrələrinizə yaraşan bu qozlu, xurmalı şirniyyatları çox qısa vaxt ərzində hazırladım, amma çox ləzzətli alındı. Siz də mütləq yoxlayarsınız. 1 yumurta, 1 xörək qaşığı şəkər, soda, azca duz, vanilin, 2 xörək qaşığı xamam, şirniyyatlara ləzzət qatan ankor yağından 100 qram kəsib əridirəm. Yağ əriyənə qədər unumu əlavə edirəm. Yağın isə hamısını əlavə etmirəm. Təxmini 80 qram istifadə edirəm. 2 stəkan un tökmüşdüm. Yenidən 2-3 qaşıq da əlavə elədim. Yumşaq, ələ yapışmayan bir xəmir alınmalıdır. Xəmiri toparlayıb 4 hissəyə bölürəm. Kündələri unlayıb açıram. Pizza kəsənlə xurmadan biraz böyük kvadratlara kəsirəm. Xurmaların çəyirdəyini çıxarıb içərisinə qoz qoyuram və xəmirin içərisinə üçkünc formada yerləşdirib qıraqlarını qatlayıram və birazca sıxıram. Xəmirin nazikliyini yəqin videodan görürsünüz. Nə çox qalın, nə də çox nazik olmalıdır. 3 kündəyə 1 soba listi dolur. 180 dərəcəlik sobaya yollayıram. Qalan son kündəni isə yayıb 8 yerə bölürəm. Bayramdan qalan şəkər bura içliyimdən əlavə edib mutaki kimi bükürəm və şirniyyatlarım da bişənə qədər gözəl bir çay dəmləyirəm. Əziz xalqım, bir daha hər birinizi bu gözəl, müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Allah Taala bütün tutulan oruclarımızı qəbul etsin. Qəlbinizdə nə gözəl arzu, niyyətləriniz varsa, Allah Taala hamısını həyata keçirsin. Hər kəsə bol nemət, ruzu, bərəkət nəsib etsin. Allah bütün xəstələrimizə şəfa versin. Hərbi xidmətdə olan bütün hərbiçilərimizi, xalqımızı və dünyamızı qorusun. Amin. Bu arada şirniyyatlarımız da hazırdır. Kövrək xəmir, xurma və qoz. Çox ləzzətli bir üçlükdür. İzlədiyiniz üçün təşəkkür edirəm. Bəyənməyi isə unutmayın.